Quranda vəd edilmiş torpaq anlayışı, ilahi seçilmişlik, sınaq və ədalət prinsipi. Giriş. Quran-ı Kərimdə vəd edilmiş torpaq ifadəsi adətən İsrail oğulları ilə əlaqələndirilən bir anlayış kimi qəbul edilir. Bu mövzu dini və siyasi təfsirlərdə tez-tez manipulyasiya predmetinə çevrilsə də, Qurani mətnin daxili məntiqi ilə təhlil edildikdə onun əsl mənası ortaya çıxır. Bu, etnik və ya milli üstünlük deyil, ilahi sınaq, məsuliyyət və ədalət prinsipinin təzahürüdür. Bu məqalədə mövzunu lap əvvəldən, ilahi seçilmişlikdən başlayaraq, məntiqi ardıcıllıqla izah edəcəyik. Quran ayələrinə əsaslanaraq anlayışın teoloji, tarixi və fəlsəfi ölçülərini sadə, lakin akademik üslubda təqdim edəcəyik. Təhlil yalnız Quran mətninə əsaslanır. Xarici təfsir ənənələrinə istinad edilmir. 1. İlahi seçilmişlik və kitab verilməsi. Məsuliyyətin əsası. Quranda kitab verilənlər, əhlülü kitab ifadəsi Allahın müəyyən qövmlərə vəhy göndərməsini bildirir. Bu, sadəcə bir imtiyaz deyil, böyük bir məsuliyyətdir. Quran ayələrindən görürük ki, kitab hər qövmə verilməmiş, yalnız seçilmiş ümmətlərə nəsib olmuşdur. Bu seçilmişlik ilahi əhdin bir hissəsidir və toplumun davranışını birbaşa Allaha qarşı cavabdeh edir. Məsələn, Əl-Bəqərə surəsində 40-41-ci ayələrdə İsrail oğullarına xitab edilir. Ey İsrail oğulları! Sizə verdiyim nemətlərimi xatırlayın və mənimlə olan əhdinizi yerinə yetirin ki, mən də sizinlə olan əhdimi yerinə yetirim. Burada seçilmişlik, ədalətli həyat qurmaq, haqqı qorumaq və yer üzündə ədaləti bərqərar etmək məsuliyyəti ilə bağlıdır. Kitab verilməsi toplumun imtahanını artırır, çünki bilik məsuliyyət gətirir. Əgər bu məsuliyyət pozularsa, cəza qaçınılmaz olur. 2. Vəd edilmiş torpaq, şərti vəd və sınaq meydanı. Vəd edilmiş torpaq anlayışı Quranda ilk dəfə Əl-Maida surəsində 21-ci ayədə qeyd olunur. Ey qövmüm! Allahın sizin üçün yazdığı müqəddəs torpağa daxil olun və geriyə dönməyin, yoxsa ziyana uğrarsınız. Buradakı kətəbəllahu ləkum, yəni Allah sizin üçün yazdığı ifadəsi əbədi mülkiyyət deyil, ilahi qədər və sınaq mənasını daşıyır. Torpaq İsrail oğulları üçün verilmiş bir nemətdir, lakin bu nemət şərtlidir, itayət və ədalət. Ayənin davamında Quran, Əl-Maidə 26, onların itayətsizliyi, yəni döyüşmək əmri verildiyi halda geri dönmələri nəticəsində 40 il səhrada dolaşmaqla cəzalandırıldıqları qeyd olunur. Bu göstərir ki, torpaq daimi hüquq deyil, o ilahi əhdə bağlıdır. Digər bir ayədə, Əl-İsra surəsində 104-cü ayədə buyurulur. Sonra İsrail oğullarına dedik, yer üzündə sakin olun. Axır zaman gəldikdə sizi bir yerə toplayacaq. Buradakı yer üzündə sakin olun ifadəsi konkret bir coğrafiyanı deyil, ümumi yaşayış imkanını bildirir və axirət xəbərdarlığı ilə əlaqələndirilir. Beləliklə, vəd edilmiş torpaq etnik iddiadan çox mənəvi sınaq meydanı kimi təsvir olunur. Üstəlik, yer üzündə sakin olmaq, bütün yer kürəsinə iddia qaldırmaq mənasına gəlmir. 3. Fitnə, fəsad və ilahi cəza sistemi. Sürgün hökmünün yaranması. Kitab verilən toplum əhdini pozduqda, Quranda bu hal fitnə-fəsad törətmək, yəni yer üzündə nizamsızlıq yaratmaq kimi təsvir olunur. Bu yalnız fiziki zülüm deyil, həm də ilahi qanuna qarşı çıxmaq mənasındadır. Əl-Maidə surəsində 33-cü ayədə bu əməllərə qarşı cəza sistemi açıqlanır. Allaha və onun elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvari kəsmək, ya da yaşadıkları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada rüsvayçılıqdır, axirətdə isə onları böyük bir əzab gözləyir. Bu ayədə cəzalar müxtəlif səviyyələrdədir və sürgün, yəni yunəffəu minəl ard, xüsusi yer tutur. Sürgün tam məhv edilmənin əvəzinə verilmiş bir mərhəmətdir. O, həm cəza, həm də düşünmə fürsətidir. Bu prinsip Əl-Həşr surəsində 3-cü ayədə daha aydın şəkildə ifadə olunur. Əgər Allah onlara sürgün hökmünü yazmamış olsaydı, onlara dünyada başqa əzab verərdi. Axirətdə isə onlar üçün o əzabı hazırlanmışdır. Burada sürgün, başqa ağır əzabın əvəzinə təyin edilmiş bir hökm kimi təqdim olunur.
Yəni toplum torpaqlarında qalsaydı, öz fitnəsi nəticəsində daha böyük fəlakətlər yaşayacaqdı. Sürgün isə onları qoruyur, lakin daimi sınaq şəraitində saxlayır. 4. Şeytani sınaq və tarixi təkrar. Niyə tam məhv edilmirlər? Quranın fəlsəfi məntiqinə görə Allah zülm edənləri tam olaraq yox etmir. Çünki onlar vasitəsilə digər insanları sınağa çəkir. Əl-Əraf surəsində 27-ci ayədə buyurulur: Ey Adəm övladı! Şeytan atanızı və ananızı cənnətdən çıxartdığı kimi sizi də aldatmasın. Bu mənada şeytanın dostları, yəni fitnə əhli mövcud olmalıdır ki, iman gətirənlər imtahan olunsun. Sürgün bu sınağın bir formasıdır. Toplum torpaqlarından uzaqlaşdırılır, lakin yaşamaq imkanı saxlanılır. Əgər onlar yenidən torpaqlarına qayıdıb əvvəlki ədalətsizliyi bərpa etsələr, ayələrin məntiqinə görə əzab təkrarlanacaq. Tarix boyu bu təkrar müşahidə olunur. Dövlətlər qurulur, yüksəlir, lakin ədalətsizlik baş qaldırdıqda süqut edir. Bu, ilahi qanunun dəyişməzliyini göstərir. Bir qövm özünü dəyişməzsə, Allah onun halını dəyişməz. Ər-Ra'd 11. 5. Torpağın əsl varisləri. Salihlik prinsipi. Quranın yekun nəticəsinə görə, torpaq heç kəsə əbədi mülk kimi verilməmişdir. Əl-Ənbiya surəsində 105-ci ayədə buyurulur: Biz Zəburda da yazdıq ki, yer üzünə mənim salih bəndələrim varis olacaqlar. Bu ayə göstərir ki, torpaq varisliyi irqi və ya nəsil əsasında deyil, iman və salihlik əsasında müəyyən edilir. Torpaq Allahındır, Əl-Əraf 128 və O, onu istədiyinə verir. Ali İmran 26. Beləliklə, vəd edilmiş torpaq anlayışı milli deyil, universal bir prinsipdir. Ədalətli həyat quranlar üçün bərəkət, fitnə törədənlər üçünsə əzab məkanıdır. Nəticə: Quranda vəd edilmiş torpaq və sürgün hökmü bir-biri ilə əlaqəli iki ilahi qanundur. Seçilməlik, yəni kitab verilmək, məsuliyyət gətirir. Bu məsuliyyət pozulduqda fitnə fəsad yaranır və nəticədə sürgün hökmü tətbiq olunur. Bu, başqa ağır əzabın əvəzinə verilmiş bir mərhəmət formasıdır. Tarixi təcrübə göstərir ki, ədalətsiz toplum xoşbəxt həyat qura bilməz. Torpaq onlar üçün bərəkət deyil, əzab mənbəyinə çevrilir. Bu prinsip yalnız bir xalqın deyil, bütün insanlığın ilahi dərsi kimi qəbul edilməlidir.